Salam. Bu gün biz fəlsəfə tarixinin bəlkə də ən qütbləşdirici, ən çox mübahisə doğuran mətnlərindən birinə baş vururuq. Otto Weiningerin 20-ci əsrin əvvəllərində qələmə aldığı Cins və xarakter əsərinin Yəhudilik adlı 13-cü fəslini təhlil edəcəyik. Bu izahlı təhlildə məqsədimiz müəllifin mürəkkəb, bəzən də olduqca sərt ideoloji arqumentlərini vizual olaraq və tam obyektiv çərçivədə sizə çatdırmaqdır. Hazırsınızsa, başlayaq. Yaxşı, gəlin vaxt itirmədən mətnin strukturuna baxaq. Bu qəliz dünya görüşünü anlamaq üçün təhlilimizi 5 əsas hissəyə böldük. 1. İdeya kimi yəhudilik, qadınlıq analogiyası, dövlət və cəmiyyətə təsir, din və materializm və nəhayət, daxili yəhudiliyə qalib gəlmək. Beləliklə, birinci hissə, bir ideya kimi yəhudilik, psixoloji konstitusiya. Gəlin görək, müəllif əslində nəyi nəzərdə tutur? Baxın, burada ən vacib məqam odur ki, Weininger terminləri tamamilə özünə məxsus şəkildə yenidən təyin edir. O, yəhudilik dedikdə hər hansı bir irqi, müəyyən xalqı və ya dini ritualları nəzərdə tutmur. Yox, əslində bu, onun falsəfəsində istənilən insanda mövcud ola biləcək platonik bir ideya, yəni psixoloji bir arxetipdir. Bu o deməkdir ki, Weiningerə görə hətta özünü ən xalis ari hesab edən bir insan belə bu psixoloji xüsusiyyətlərə tamamilə sahib ola bilər. İndi isə diqqətinizi bu sitata yönəltmək istəyirəm. Weininger yazır, hər kim Yahudi mahiyyətinə nifrət edirsə, hər şeydən öncə ona öz-özündə nifrət edir. Nifrət də sevgi kimi proyeksiya hadisəsidir. Düşünün, o iddia edir ki, ekstremal antisemitizm əslində psixoloji bir proyeksiyadır. Yəni, aqressiv insan əslində öz daxilindəki, öz beynindəki o arxetipə nifrət edir və sadəcə olaraq öz daxili problemini başqalarına proyeksiya edir. Və bu fikri inanılmaz dərəcədə aydınlaşdırmaq üçün o kimi misal çəkir bilirsinizmi? Məşhur bəstəkar Richard Wagneri. Weininger bildirir ki, Wagner kimi şəxslər əslində öz içlərindəki daxili arxetiplə amansız bir müharibə aparırlar. Bu arxetip insana sanki daimi bir xəbərdarlıq kimi nədən uzaq durmalı olduğunu xatırladan psixoloji bir qüvvə rolunu oynayır. Keçirik ikinci hissəyə. Qadınlıq analogiyası, psixoloji arxetiplərin müqayisəsi. Xəbərdarlıq edim. Burada işlər biraz daha sərtləşir. Mətnin ən ziddiyyətli tərəfi onun dünyanı amansız bir binar sistemə, yəni iki tam fərqli qütbə bölməsidir. Ekrandakı bölgəyə diqqət edin. Sol tərəfdə şuurlu egosu olan, xeyir və şəri dərk edən ari və ya kişi arxetipi dayanır. Sağ tərəfdə isə Weininger iddia edir ki, heç bir müəyyən edilmiş egosu olmayan və tamamilə bioloji növün instinktləri ilə idarə olunan Yahudi və qadın arxetipi var. Bəli, o doğrudan da bu iki fərqli anlayışı Yahudi və qadın arxetiplərini egodan məhrum olmaq məsələsində tamamilə eyniləşdirir. Müəllif bu arxetiplərə olduqca spesifik və ortaq xüsusiyyətlər aid edir. Onun fikrincə onlarda yüksək fərdi şəxsiyyət hissi yoxdur. Onlar ayrı-ayrı müstəqil fərdlər kimi deyil, sanki davamlı bir kütlə, öz təbiri ilə desək, plazmodium kimi yaşayırlar. Bütün diqqətləri yalnız ailə, çoxalma və növün davamiyyətinə yönəlib. Həqiqi aristokratiya, Weininger iddia edir ki, bunlardan əsər əlaməti yoxdur. Əvəzində bu arxetipin ən əsas meyli fərdlər arasındakı fərqləri və sərhədləri silmək, hər şeyi bir-birinə qatmaqdır. Və bu fikri sübut etmək üçün o, olduqca qəribə bir fəlsəfi simvola müraciət edir. Elçilik anlayışına. O düşünür ki, elçilik edib insanları birləşdirmək həvəsi əslində xeyirxahlıq deyil. Bu arxetiplərin insanları ayıran möhkəm sərhədləri dağıtmaq, ayrı-ayrı fərdləri bir-birinə qarışdırmaq üçün hiss etdikləri şuuraltı bir ehtiyacdır. Gəlin üçüncü hissəyə baxaq. Dövlət, mülkiyyət və cəmiyyət. Görək Weininger bu psixoloji nəzəriyyələri cəmiyyətə necə tətbiq edir? Baxın, bu hissə həqiqətən də çox maraqlıdır. Weininger psixoloji arxetiplə iqtisadiyyat arasında birbaşa paralel aparır. Sol tərəfdə, yəni egosu olan ari arxetipi sərhədləri sevir deyə torpağa və dövlət ideyasına sadiqdir. Amma sağ tərəf, o deyir ki, egosu olmayan arxetip sərhədsizliyi təmsil etdiyi üçün o ancaq daşınan əmlaka maraq göstərir, sərhədləri silən kommunizmə meyl edir və ümumiyyətlə dövlət ideyasını tamamilə rədd edir. Burada məsələni tam anlamaq üçün Weiningerin dövlət anlayışına baxmalıyıq. Ona görə dövlət sadəcə hökumət binası və ya coğrafi xəritə deyil. Bu, mənəvi şəxsiyyətlərin birliyidir. Və o bildirir ki, əgər bir insanda şuurlu bir ego yoxdursa, o, həqiqi dövlət anlayışını dərk edə bilməz. Məhz buna görə də o iddia edir ki, Yəhudi qadın arxetipi fundamental olaraq dövlətçilik hissi daşıya bilməz.
Bu psixoloji məntiqə dayanaraq Weininger sionizmi çox kəskin şəkildə rədd edir. Onun fikrincə, sionizm fiziki, hüdudları olan bir dövlət qurmaq istəyir. Lakin Yəhudi ideyasının özü təbiəti etibarilə transmilli və sərhədsizdir. Yəni o, son dərəcə ziddiyyətli bir nəticəyə gələrək iddia edir ki, sionizm uğursuzluğa məhkumdur. Çünki sərhədləri rədd edən bir psixologiya üçün sərhədli bir dövlət qurmaq mümkün deyil. 4-cü hissəyə keçirik. Din və materializm, inanc sistemləri. İndi isə elm və inanc mövzusuna toxunaq. Müəllif həqiqi dinlə materializmi üz-üzə qoyur. Onun nəzəriyyəsində həqiqi din əbədi bir ruha inanmağı və sirləri dərk etməyə tələb edir. Bu, ona görə mənəvi bir axtarışdır. Bunun tam əksinə isə o, materializmi və mexaniki elmi qoyur. O hesab edir ki, ruhu inkar edən, həyatı ancaq ölçülə bilən cansız maddələrə endirən bu cür materializm sırf Yəhudi arxetipinin məhsuludur. Və müəllif bu fikirləri çatdırmaq üçün olduqca sərt sözlərdən istifadə etməkdən çəkinmir. Baxın, o yazır. Yahudilərin dini xalis ağıl dini deyildir. O, şübhəli, kirli, qorxu ilə dolu qoca arvadların dinidir. Biz təbii ki, bu ekstremal sitatı müəllifin iddialarını təsdiqləmək üçün deyil. Onun necə kəskin və aqressiv bir ritorikadan istifadə edərək bu mənfi psixoloji portreti yarattığını sizə tam obyektiv göstərmək üçün təqdim edirik. Yaxşı, bəs bu materializm başqa necə özünü göstərir? Weininger bunu dövrünün elm anlayışına bağlayır. Məsələn, biologiyanı sadəcə kimyəvi reaksiyalarla izah etmək cəhdləri, insanın heyvandan gəldiyini deyən Darwinizm və ya fərdi ruhu kənara qoyan Spinoza fəlsəfəsi. O deyir ki, bütün bunlar dünyanı mexanikləşdirməyə, onu bəsitləşdirməyə çalışan bir təfəkkürün sübutudur. Və ən pisi, o deyir ki, bu arxetipdə həqiqi, yüksək mənəvi, yumor hissi ümumiyyətlə yoxdur. Qısa bir izah verim. Weininger üçün həqiqi yumor insandan ali, mərhəmətli bir ruh və yüksək dünya görüşü tələb edir. Ruhdan məhrum arxetipsə, o yalnız rişxənd edə bilir, yəni ancaq satiradan istifadə edir. Çünki satira sadəcə dağıdıcıdır, mənəvi baxımdan heç nə qura bilmir. Nəhayət 5-ci və sonuncu hissəyə gəldik. Daxili yəhudiliyə qalib gəlmək. Bütün bu qaranlıq iddialardan sonra bəs Weiningerin təklif etdiyi çıxış yolu nədir? Budur onun həlledici düsturu. Daxili fəth. O düşünür ki, yeganə xilas yolu tamamilə fərdidir. Bu 3 çətin addımdan ibarətdir. Əvvəlcə, çox dərindən bir özünü dərk, yəni daxilindəki o arxetipi görmək. Sonra, öz daxili yəhudiliyinə qarşı dayanmadan amansız bir müharibə aparmaq və ən sonda bu köhnə mənliyi məhv edərək həqiqi özünə hörmətə sahib, tamamilə qəhrəman bir fərd kimi yenidən doğulmaq. O, bu inkişaf yolunu dinlər üzərindən, təbii ki, teoloji deyil, sırf fəlsəfi oxşatmalarla izah edir. Sol tərəfdə yəhudilik, daxili içliyi, şübhəni və inamsızlığı təmsil edir. Sağ tərəfdə isə xristianlıq, ali qəhrəmanlığı, sarsılmaz inamı və insanın o həsrətini çəkdiyi tam daxili bütövlüyü təcəssüm etdirir. Weininger öz argumentini belə deyək, Məsih obrazı üzərində zirvəyə qaldırır. O, çox kəskin bir iddia irəli sürərək deyir ki, Məsih əslində ilkin olaraq məhz bu Yəhudi arxetipinə sahib idi. Lakin o, insanlıq tarixinin ən böyük dahisidir. Niyə? Çünki o, öz daxilindəki bu arxetiplə ən böyük savaşa girib, köhnə mahiyyətini tamamilə məhv edərək yeni bir inanc yaratmağı bacardı. Yəni, Weinerə görə həqiqi əzəmət insanın öz içindəki bu mənfi arxetipi kökündən yox etməsidir. Və bütün kitabın xülasəsi də məhz bu cümlədə gizlənir. O yazır, Yəhudi məsələsinin yalnız fərdi həlli mümkündür. Hər bir ayrıca Yəhudi ona hər şeydən öncə öz şəxsi qorxusuna görə cavab verməlidir. Fikir verin, o boykotları hər hansı bir siyasi həll yolunu və ya sionizmi ümumiyyətlə rədd edir. Onun fəlsəfəsi yalnız və yalnız insanın tək başına və öz şəxsi qorxuları ilə apardığı o çətin daxili mübarizədən ibarətdir. Yaxşı, indi isə gəlin hər şeyi ümumiləşdirək. Ən vacib məqam budur. Biz Weiningerin sistemini parçalarına ayırdıq, amma sonda çox məntiqli bir sual ortaya çıxır. Əgər onun bütün fəlsəfəsi insanların qaçılmaz, sərt, dəyişməz arxetiplərə bölünməsinə əsaslanırsa, o zaman onun insanlardan daxili fəth edərək tamamilə fərqli birinə çevrilmələrini tələb etməsi elə onun öz qurduğu binar qaydalarla ziddiyyət təşkil etmirmi? Bu cavabsız qalan suallar sizi baş-başa buraxıram. Ümid edirəm ki, fəlsəfə tarixinin bu çox çətin, lakin önəmli mətnini aydınlaşdırmağa kömək edə bildik. Növbəti izahlı təhlillərimizdə görüşənədək.